Deməli qardaşlar, bu evin qiymətində deməli 58 min idi, düşüb 42 minə, 16 min manat endirim var. Yəni ki, bu günləri bu ev satılacaq. Bu bir qırağa. Bu ev satılacaq. Sizdən artıq dərəcədə xahiş edirəm, evi kim almaq istəyir, o gəlsin. Qohumum gələcək, dostum. Konkret. Bu qiymət elədir ki, konkret. Lap istəyirsiniz, behivizi göndərim, gəlin alın evi. Deməli, bu ev Masazırdadır. 3 otaqdır. 3,5 sot torpaq sahəsindədir. Sənədi torpağın çıxarışıdır, təyinatı kənd təsərrüfatıdır. Torpağın çıxarışı var, kupçamız, torpağın kupçası da alqı-satqıya gedir, notariusa gedir. 3,5 sotdadır, 42 mindir, şəxsi tikilidir, yaşayışlıdır. Kombisi, mətbəx mebeli var, əşyalarını götürəcək. 42 min manata. Qaz var, su var, işıq var, kanalizasiya var, tam təchizatdır. Yəni, heç bir problem yoxdur. Problem, yəni indi ev sahibinin özünün şəxsi məsələləri var, indi həmin məsələlərə görə satır. Evlə bağlı heç bir problemimiz yoxdur. 3 otaqdır. İndi həyətin bazasını da göstərəcəm. Masazırda 569 nömrəli marşrut var. Ondan hardasa 200 metr məsafədə yerləşir. Deməli, 6 nömrəli də məktəb var. Məktəbə də yaxındır. Çox qəşəng yerdədir, əla yerdədir. Heç bir problemimiz yoxdur, hörmətli izləyicilərimiz. Deməli, fundamenti kəməri falan qaydasındadır. Bir söz deyim. Yəni ki, bu elə məsələdir ki, bu dəqiqə çıxdı satışa, yəni gecə ilə satılası evdir. Uzadılası ev deyil. Hə, standart qiymətə ev olsaydı deyərdim, gələrdiniz, baxardınız, gedərdiniz, qohumunuz gələrdi, kim gələrdi. Fikirləşməyə vaxt yoxdur, dəyərli izləyicilər. Bu evdir. Üstü paket krişadır, dəyərli. Nə görürsünüz budur da, yəni ki. Budur. Görürsünüz pisetkası falan burada. Orada da nə bilim balaca bir obyekt kimi yer var. Üzü küçəyə baxır da. Kim necə istəyər istifadə elə. Budur. Yəni gələndən sonra burası niyə belə idi yox. Hamısını sizə ətraflı göstərirəm. 42 min manata. Harda görmüsünüz bu qiymətə? Hansı kanalda var? Masazırın hansı əmlak kanalında bu qiymətə? 3,5 sotda belə. Kimsə biznes məqsədi ilə alsın, buradan hasarını çəksin, orada da bir dənə 2 otaq tiksin, bunu da satsın, onu da. Yəni ev sahibi tələsir. Yoxsa bu ev 58 min olanda yenə müştəri gətirirdi ora. Hətta bir dəfə 52 mindən az qala behləşirdilər. Nömrəmi qoyuram, zəng eləyin, gəlin baxın, qutarsın bu məsələ. Allah xeyir versin.